Diyanı da, Kabalanı da, Buddizmi də qiraət eləmişəm, eləyirəm. Əlbəttə ki, bütün Azərbaycanlılar kimi mənə ən yaxın olanı Qurandır və Qurandan illərlə, günlərlə başımda fırlatdığım bir ayə haqqında söyləyəcəm. Əli İmran surəsi, yenə qeyd edirəm, mən dindar deyiləm, sadəcə analiz edən bir insan kimi. Orada 54-cü ayədə Allah buyurur ki, onlar hilə qurdular, Allah da hilə qurdu, Allah hilə quranların ən yaxşısıdır. Və gündəlik həyatımızda giz-giz adamlarla rastlaşırıq. Əlbəttə ki, içində hilə quranları da olur. Amma hiləgərlik ağıllı olmaq anlamına gəlmir. Ağıllı adam baş bir zaman maşınıdır. Beyni hesabına, ağlı hesabına o maniyələri aşır, keçir. Hiləgər adam isə hilə hesabına, ağıllının, məsələn, ağıllı şahmatdakı kimi 4 gediş, 5 gediş öncəni görür, həmən vəziyyətdən çıxır. Hiləgər isə hər hansı bir hilə qurmaqla, hiləgərliyə əl atmaqla o vəziyyətdən çıxır. Yəni, ağıllı adamla bic adam eyni şey deyil. Və bu Əli İmran surəsində ki, söyləyir ki, onlar hilə qurdu, Allah da hilə qurdu. Çox yəqin ki, bu tay əl çəkməyəndə, bıçaq sümüyə dirənəndə kazolu necəsə yerində otuzdurmalısan ya yox, o varianta aiddir. Mənim bu videonu çəkməkdə məqsədim odur ki, Allah Teala bu şuuru, zəkanı sənə veribsə, düşünmək qabiliyyətin, ağlı veribsə, hilə qurmağa, какой-то kazola hilə qurmağa sərf eləməyə dəyməz. Yəni, ağlın sənin zirehindir. Sən onsuz bronirovanlısan. Çox yəqin ki, addımlarını ağıllı atmısan və sənə hilə quran heç nə eləyə bilməz. Ona vaxt ayırıb hilə qurmaqdansa, ona didişməkdənsə, hələ mən qorxmuram deməyə, pul qazana bilərsən, kiməsə yaxşılıq eləyə bilərsən, öz ürəyin istəyən işlə məşğul ola bilərsən, istirahət eləyə bilərsən, ta hilə qurub beyninin boz hüceyrələrin ona həsr eləmək, vaxtını, əsəbi, məncə ağıllı bir addım olmazdı. Yenə deyirəm, orada ayədə yəqin ki, məcburiyyət, bıçaq sümüyə dirənəndə ki, o hilə qurursa, məcbursan ki, sən də hilə qurub kazyolu yerində otuzdurasan. Bu qədər.